dönümündə Quba rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov, rayon icra hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının sədri, rayon hüquq mühafizə orqanlarının, ictimai təşkilatların, idarə və müəssisələrin rəhbərləri, din xadimləri tərəfindən Quba şəhərində yerləşən şəhidlər xiyabanı ziyarət olunmuş, şəhidlərin ruhuna dualar oxunmuş, məzarlarına gül dəstələri düzülmüşdü. Şəhidlər xiyabanını ziyarət edənlər arasında həmin dəhşətli gecənin iştirakçıları olmuş Quba rayon sakinləri Əfqan Əmirbəyov və Malik Bayramov o azadlıq gecəsi barədə kədərlə yanaşı qürurla danışaraq azadlığın necə çətinliklə və qazanılmasından danışıblar. Şəhidlərimizə Allah rəhmət eləsin. Bunları hamısı gözəl başa düşürdülər ki, biz niyə görə? Biz Azərbaycanın müstəqilliyi uğrunda vuruşurduq. Çalışırdıq ki, biz müstəqil bir dövlət quraq. Şükür Allah bu dövləti qurduq. İndi Ali Başkomandan İlham Əliyev başlı olmaqla Qarabağ müharibəsini tutduq, Qarabağımızı qaytardıq. Yəni bunlar bu dövlət, bu millət üçün böyük bir qəhrəmanlıqdır. Allah cəm şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də ki, can sağlığı versin. Cəm şəhidlərimizə rəhmət eləsin ki, çünki şəhidlərimiz hamısı bu bizim azadlığımız uğrunda 44 günlük müharibədədir. O bizdən hamısına qan töküblər. Qan bu yəni qan yaddaşımızdır. Qan bu hasına əmələ gələn dövrdür. Biz buna fəxrlirik ki, biz belə gözəl müstəqil bir dövlətdə yaşayırıq. Şükürlər olsun bu günümüzə. Mən fəxr edirəm. Hakimiyyətinin başçısı şəhid ailələri və 20 yanvar əlilləri ilə səmimi söhbəti zamanı onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Müalicə üçün Şabran rayonunda olan onkoloji xəstəlikdən əziyyət çəkən, Qubaya xəstəxanaya gələn şəhid anası Sevda Salahova da şəhidlər xiyabanını ziyarət etməyi özünə borc bilib. Oğullar var, ana adı ilə tanınır. Oğlumun adı ilə tanınan analardanam mən. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Mən borc bildim özümə ki, Qubaya gəlmişdim. Həkimə dedim, yox, mütləq Şabran şəhidlər də mənimdir, Quba şəhidlər də mənimdir. Azərbaycanın bütün şəhidləri mənim balamdır. Bunlar mənim balam ki, vətən uğrunda canlarından keçib. Hər bir şəhidi ziyarət etmək borcumuzdur. Rayon ərazisində saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş. Sonra rayon icra hakimiyyətinin başçısı adiyyatı şəxslərlə birlikdə Quba şəhər qəbirstanlığında dəfn olunmuş 20 yanvar şəhidi Raqib Hüseynovun və digər şəhidlərin məzarlarını ziyarət etmişdir. Eyni zamanda Küçəyi kənd qəbirstanlığında 20 yanvar şəhidi Elçin Qeybullayevin məzarı da ictimaiyyət tərəfindən ziyarət olunmuşdur. Şəhidlər xiyabanının ziyarəti gün ərzində davam etmişdir. Allah şəhidlərimizə rəhmət eləsin. Günay Hüseynova, Həcər Həsənova, Aydın Adıgözəlov bugün informasiya proqramı üçün.